Bu yol Cəbrayılın Horovlu kəndinə aparır. Kənddə adi günlərdən biridir. Buludların arxasından günəş görünməyə başlayır. Bu da o deməkdir ki, Horovlunu yenidən quranlar qollarını çırmalayıb işlərinin başına keçirlər. Tikinti kəndin əvvəllər mövcud olduğu yerdə aparılır. Görülən hər iş Horovlunun müasir, əvvəlkindən daha geniş, daha gözəl olmasına hesablanıb. Çalışanlar arasında Horovlunun doğma sakinləri də var. Vüqar İsmailov kimi. O, 1-ci Qarabağ müharibəsində Füzulinin kəndləri uğrunda gedən döyüşlərdə və arazboyu ərazilərdə xidmət aparıb. Oğlu Vaqif İsmailov isə 44 günlük vətən müharibəsində şəhid olub. O şəhidlərimizin aldığı torpaqlarda, onların qanı hesabına alınan bu torpaqlarda mən də bir şəhid atası kimi özüm də fəaliyyət göstədirəm. Öz kəndimdə, öz elimdə, obamda. Layihələndirilən ərazi 248 hektardır. İlkin mərhələdə 334 ev tikilib. Kənd ərazisində olan bütün evlər 2, 3, 4, 5 otaqdan ibarətdir. Gördüyünüz kimi 2 mərtəbəli fərdi yaşayış evlərimiz də mövcuddur. Fərdi yaşayış evlərinin həyətyanı sahəsi 12 sot təşkil edir və əlavə olaraq onu qeyd edim ki, hər bir həyətyanı sahədə köməkçi tikili də mövcuddur. Demək olar ki, bütün kommunikasiya işləri artıq yekunlaşıbdır və son tamamlanma işləri də artıq başlanılıbdır. Fərdi yaşayış evlərinin çoxunda daxili mühəndis kommunikasiya işləri görülüb və evlərin izolyasiyasına xüsusi önəm verilib. Belə ki, bu da daha artıq enerjiyə qənaət edilməsinə imkan verəcək. Damda quraşdırılan günəş panelləri isə səmərəli enerji təminatına imkan verəcək. İnşası başa çatan uşaq bağçası və məktəb binası da kəndin gələcəyinə işıq tutan önəmli layihələrdəndir. Horovlu kənd tam orta məktəbi gələcəkdə yüzlərlə gəncin təhsil alacağı bir məkana çevriləcək. Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədi ilə kəhrizlər bərpa edilir. Onlardan 5-i artıq tam hazırdır. Horovluda keçmişin izləri də qalmaqdadır. İşğal dövründə dağıdılan evlər bugün yeni həyatlar üçün yol açan torpağa çevrilib. Bir zamanlar yaşıllıqlarla əhatələnən Horovlu tezliklə yenidən abad günlərinə qovuşacaq. Keçmişi unutmamaq üçün isə ərazidəki ev qalıqları və kənd sakinlərinə məxsus köhnə əşyalardan ibarət muzey təşkil olunacaq. Horovlunun ruhu yaşadılacaq. Tahirə Teymur qızı, Ramin Mehdi, Aysən Ələkbərova, İTV Xəbər, Cəbrayıl.